Salamlayıram sizi və PowerPoint kursuna xoş gəlibsiniz. Bugünkü dərsdə biz PowerPoint proqramının qısaca interfeysini nəzərdən keçirdəcəyik və naviqasiya ilə tanış olacağıq. Nəyə görə deyirəm qısaca? Çünki kim ki mənim əvvəlki kurslarımı nəzərdən keçirib, yəni Word və Excel kurslarını, artıq bilirlər ki, interfeys, ofis proqramları interfeysi hamısı bir-birinə 90-95% oxşuyurlar. Ona görə də interfeysi qısaca keçəcəyim. Sol tərəfdə yuxarıda görürsünüz cəlb giriş paneli. Yəni burada Word-dəki kimi çox istifadə edən əmrləri burada yerləşdirmək olur. Burada görürsünüz 4 dənə əmr yerləşdirib, 4 dənə komanda yerləşdirib. Bu 4 komandadır. Sağ tərəfdə 3 dənə düyməni görürsünüz. Yəni, bu düymələrin köməyi ilə PowerPoint proqramını bağlamaq olar, müvəqqəti bağlamaq olar, yaxud onun ölçülərini dəyişmək olar, azaldıb kiçiltmək olar. Bu tabları görürsünüz. Tabların içində lentlər var. Bu home, yəni qlavna tabın içində olan lentdir. Hər tabın öz lenti var. Bir hissəsi Word və Excel proqramına oxşardır, bir hissəsi fərqlidir. Onları yavaş-yavaş gələn dərslərdə keçəcəyik. İşçi masa 2 yerə bölünüb. Sol tərəfdə bizim slaydlardır və aktiv slayd sağ tərəfdə görsənir. Bu slaydı seçdiniz. Bu slayd burada görsənir. 3-cü slaydı seçdiniz. 3-cü slayd görsənir. 1-ci slaydı seçdiniz. 1-ci slayd görsənir. Və aşağıda sətr var. Bu sətrdə müəyyən əmrlər var. Word proqramı ilə Excel proqramı ilə oxşardır. Sağ düyməni bassaq mışqanın. Burada görürsünüz. Hansı əmrin qabağında quş işarəsi var. Onlar burada yerləşir. Hansının qabağında yoxdur, burada yoxdur. Və görürsünüz, burada yazıb tema, yəni mövzu. Hansı mövzu ilə uyğun bu slaydı biz yaratmışıq. Görürsünüz, burada o görsənəcək. Quş qoyan kimi. Gördünüz, görsəndi. Yığışdırmaq istəyirsiniz, yığışdırırsınız. Burada görürsünüz, miqyas var. 67%. Yığışdırmaq istəyirsiniz, miqyasın qabağında quşu yığışdırırsınız. Görürsünüz, miqyas itdi. Qaytarmaq istəyirsiniz, qoydunuz və miqyas burada görsənir. Slaydlar haqqında necə hərəkət eləmək olar? Birinci, mışqanın köməyi ilə. Lazım olan slaydı belə sol düymə ilə seçirsiniz. İkinci variant, klaviatura. Oxlar yuxarı aşağı. Və getdi aşağı, getdi yuxarı. Yeganə şərt, burada slaytda heç nə seçilməməlidir. Və gəldiğində bunu seçək burada, bu məlumat seçək. İndi aşağı gedən oxu bassaq görürsünüz. Getmir heç nə. Yığışdırırıq seçməni və artıq gedir. Görürsünüz, aşağı, yuxarı. Bundan başqa 2 klaviatura var. Page down və page up. Yəni page down istifadə edirəm. Və görürsünüz, gedir. Page up. Belə. Daha 2 düymə. Home və end. End axırıncı slayda aparır bizi. Home birinci slayd. End, home. End, home. Bundan başqa ekranın sağ tərəfində scroll bar var. Azərbaycanca tərcümə eləsək, sürüşmə çubuğu. Scroll barın köməyi ilə də slaydlarını keçmək olar. Sol düyməni burada basırıq və buraxmadan dartır aşağı və görürsünüz, slaydlar dəyişir. Yuxarı fikir verirsiniz. Orada göstərir, ikinci slayd, birinci slayd, bayında ikinci slayd. Buraxan kimi keçir ikinci slayda. Biraz da dartırıq. 3 görsənən kimi buraxırıq. 3-cü slayd. Bundan başqa bu oxlar var, görürsünüz. 3 bucaqlar belə deyək. 3 bucaq oxları. Oxların köməyi ilə keçmək olar. Və keçdi ikinci slayda, 3-cü slayda, qaydırıq. İkinci slayda, birinci slayda. Və burada 2 dənə ox var. Keçirik. İkinci slayda, 3-cü slayda, ikinci slayda, birinci slayda. Hal-hazırda bu 2 düymələr arasında fərq yoxdur, görürsünüz. Burada da həmin əməliyyatlar olunur, burada da həmin əməliyyatlar olunur. Fərq nə vaxt olur? Bu slaydı tutalım ki, ölçüsünü böyüdürük, miqyası böyüdürük, daha doğrusu miqyasını böyüdürük.
Belə eləyirik ki, pəncərə yerləşməsin. İndi fikir verirsiniz. Gəldik qalxaq yuxarı. İndi gedir aşağı. Bu düymə ilə. Fikir verirsiniz. Bir dəfə, 2 dəfə, 3 dəfə, 4 dəfə basıram. Hələ ki, növbəti slayda keçə bilmirik. Fikir verirsiniz. Yalnız indi keçdi. Amma belə vəziyyətdə bu düymələrdən istifadə etsək, fikir verirsiniz. Page down kimi işlədir. O saat keçir. Bu slaydı pəncərənin içində yerləşdirmək üçün təbii ki, yenə də miqyası azaltmalıyıq. Amma ən yaxşı variant bu düyməni basmaqdır. Görürsünüz, yazıb beside slide в текущее окно. Yəni bu pəncərəyə slaydı yerləşdir. Basırıq və avtomatik olaraq slayd bu pəncərədə yerləşir. Sonra bu iki sahə arasında da məsafəni, iki sahənin də ölçülərini dəyişmək olar. Görürsünüz, bu şaquli xəttdir. Kursoru yaxınlaşdırırsınız. Fikir verirsiniz, bax, kursor belə formadadır. Ağ rəngdə uzun oxdur. Yaxınlaşdırırıq, görürsünüz, ağ rəngdə 2 dənə ox əmələ gəlir. Sol düyməni basırsınız və buraxmadan dartırsınız. Sağa, sola. Və görürsünüz, pəncərənin ölçüləri, yəni sahələrin ölçüləri dəyişir. Hansı sahə sizə rahatdır, o sahəni böyüdüb kiçildə bilərsiniz. Slaydlar yaradandan sonra əgər nəsə bir dəyişiklik eləmək istəyirsinizsə, kursor yerləşdirirsiniz lazım olan slaydın üstünə və sağ düyməni basırsınız. Burada görürsünüz, vырезать, kopировать, yəni kəs, kopyala, yaxud slaydı yarat, slaydın kopyasını elə, slaydı yox elə və müxtəlif burada komandalar var. Bu komandaları, bu əmrləri gələn dərslərdə yavaş-yavaş keçəcəyik. Slaydı yaradandan sonra yaddaşda saxlamaq üçün fayl düyməsini basırsınız və buradan saxranit, yaxud saxranit как. Yəni birinci dəfə fərqi yoxdur hansı düyməni buradan bastınız. Bu iki əmrdən birini seçirsiniz və slaydı kompüterin yaddaşına göndərirsiniz. Bununla bugünkü dərsimiz yekunlaşır. Bugünə bu qədər. Təşəkkürlər.